Eləməli olduğum o qədər iş var ki, amma özümü yorğun, halsız, həvəssiz hiss edirəm. Bəzən özümü o qədər yorğun hiss edirəm ki, sanki günlərdir dayanmadan, durmadan işləmişəm və artıq heç nəyə taqətim, nə də həvəsim qalmıyor. Sonra oturub son bir həftəmi, 2-3 günümə nəzər salanda görürəm ki, əslində heç nə eləməmişəm. Hətta o dönəmlərdə çoxunluqla 9-a, 10-a, hətta 11-ə kimi yatmışam. Yəni sözün əsl mənasında bir şey eləməmişəm. Günümün çoxunluğu sadəcə sosial şəbəkələrdə və ya filmlər izləyərək keçirmişəm. O dönəmlərdə çoxunluqla özümüzü yeyib bitirdiyimiz bir mövzu da var. Günahkarlıq hissi. Qətiyyən özümüzü rahat buraxmırıq. Yəni günümüzü bilirik ki, heç nə eləyə bilməyəcəyik. O həvəs, o güc, o motivasiya yoxdur. Amma dincələ bilərik. Ən azından bir gün özümüzə bir fasilə verə bilərik. Amma onu da vermirik. Çünki niyə düşünürsən ki, neynəmsən kimələk, neynəmsən? Neçə gündür yatırsan da, bula neynədin ki sən indi? Niyə dincəlmək istəyib? Hardan gəlir bu eşq falan? Belə düşünərəkdən özünə imkan vermirsən. Özünə nə o dincəlmə şansını vermirsən, nə də durub bir işin ucundan tutmursan. O planladığın üst-üstə yığılan heç bir işin bir dənəsini belə eləmirsən. Evdə yatırsan, amma boş keçirdiyin hər dəqiqə üçün vicdan əzabı çəkirsən. Başlamalı olduğum o qədər iş var, amma hardan başlayım, necə başlayım? O bir dünya yığılan işləri necə planlayım, necə ardıcıllıqla gətirim, hansını birinci eləyim deyə düşünürsənsə, xoş gəlmisən. Bu video tam olaraq sənin üçündür. Bu hissləri başa düşməyini istəməzdim, amma təbii ki, insan olaraq hər birimiz dönəm-dönəm bu hisslərdən keçirik. Və bu videoda sənə bu lənət olası hissi necə üzərindən atacağınla bağlı bir neçə tüyo verəcəm. Öncəliklə bunu qəbul eləməyini istəyirəm ki, nə qədər disiplinli, nə qədər həvəsli insan belə olsan, bu hisslər çox normaldır. Çünki biz insanıq və duyğularımız var. İlk öncə bunu qəbul elə və özünü günahlandırmaqdan bir əl çək. Selam, mən Mələk İbrahimli. Bu kanalda hobilərimdən, şəxsi inkişafdan, təcrübələrimdən, qoşulduğum seminarlardan öyrəndiyim bir neçə metodları, şəxsi inkişafla bağlı bir çox şeyi bu kanalda paylaşıram. Bəzən sizi Montenegroda gəzdirəcəyim vloqlar tapa bilərsiniz. Və bilməyənlər üçün bir özət keçmək istəyirəm. Mən artıq 4-cü gündür ki, sosial media detoksu edirəm. Sosial mediaya aid hər şeyi silmişəm. Bəli, 4 gündə artıq çox fərah yaşayıram həyatı. Bunu bilmirəm nə qədər davam etdirəcəm, amma özümü tam olaraq yaxşı hiss edənə qədər, bəzi verməli olduğum qərarları verənə qədər bunları siləcəm. Çünki onların mənə verməli olduğum fikrə, qərara təsir etməməsini istəyirəm. Desəz ki, bala, niyə oturmusan bu paltodu gödəkcədir, nədir bununla? Hazırlaşmışdım, alışverişə gedirdim və bugün kefimin yaxşı olduğu bir gün idi. Tam qapıdan çıxanda düşündüm ki, Mələk, sənin kefin yaxşı ola bilər, okey. Bu dəqiqə özünü həvəssiz, yorğun hiss edən qızların sənin bu metoduna ehtiyacı var. Çünki bu döngüyə dəfələrlə girib çıxmış biri olaraq mən hər dəfə bu metodla özümə gəlirəm, həqiqətən. Denenib, test edilib və nəticəsi görülüb deyə sizinlə də paylaşıram. İllər əvvəl mən bu metodu bir xarici YouTube kanalından öyrənmişdim və o gün bugündür ki, həqiqətən həyatımda çox şey dəyişib. İndi mövzumuza geri dönəcək olsaq, niyə belə hiss edirik? Niyə heç nə etmədiyimiz halda bu qədər yorğun və halsızıq? Niyə ruhumuz çökmüş kimi hiss edirik? Birinci bunu bir başa düşək. Çünki bunu başa düşmədiyin an heç nəyi toparlaya bilmirsən. Sadəcə özünə zərər verən o şeyləri tapmalısan və onları birinci həyatından çıxarmalısan. Və çoxunluqla bunlar gözlə görülən bir şeylər olmur. Bilinçaltı deyə bir şey var. Bax, tam olaraq onun üzündən olur. Amma onu da günahlandırmırıq, çünki onu bu qədər yükləyən bizik. Deyərəkdən söhbətə başlayırıq. İlk öncə beynimizin içini qurtarmalıyıq. Onu qurtarmalıyıq ki, o da bizi qurtarsın. Bizi həqiqətən bitirən beynimizin içindəkilərdir. İndi hal-hazırda əlində nə iş varsa hamısını qoy kənara. Ya bugün, ya sabah təkrar gir, aç bu videonu. Sabah bir gününü sırf bu videoda dediyim şeylərə ayır, ondan sonra təkrar qaldığın yerdən həyatına davam edə bilərsən. Çünki ya bir gününü belə bir şeylərə verib özünü toparlamalısan, ya da günlərlə sürünə-sürünə heç nə eləməməlisən. Seçim sənindir. Təbii ki, ən təbii haqqın olaraq gedib 2-3 gün həqiqətən boş-boş zaman keçirə bilərsən. Çünki hər dəqiqə faydalı, hər dəqiqə yaxşı şeylər eləmə məcburiyyətində deyilik biz insanıq. Bəzən həqiqətən hər şeyin başını buraxmaq yaxşı gəlir. Birinci addım təmizlə. O hər yerdə eşidirik, masanız düzənli olsun, nə bilim nə olsun, otağınız həmişə düzənli olsun. Bu həqiqətən boş bir şey deyil. Bunu ilk başlarda mən də çox önəmsəmirdim. Məsələn, deyək ki, yığmısınız mamalar demişkən bir tıngıl paltar ora. Stolun üstündə durur da o, düzdür.
Sən onu dəymirsən, amma əslində onun sənə bir şey elədiyini də düşünmürsən. Yəni sənə neyinir ki, qalıb da orada. Amma beyin bilir ki, onu yığışdırmalıdır. Və sən onu hər dəfə görəndə, sən ora hər dəfə girib çıxanda beyin sənə bilsən hansı siqnalı ötürür? Sən onu eləməlisən və eləmirsən. Artıq bu səndə bir dönəmdən sonra yetərsizlik, nə bilim, bir işi bacarmama, bu tərz hisslər yükləməyə başlayır bilinçaltı sənə. Düzmü deyir, bilmirəm, düz demir məncə, amma yəni öz aləmində haqlıdır da, yəni. Hər kəs haqlı burada. İlk öncə bunu başa düşməliyik ki, ortalıqda tökdüyümüz hər şey bizim o işi görməli olduğumuz, amma görmədiyimiz mənasını verir. Ona görə ilk öncə o tıngıl paltarları yığ oradan. Nə bilim, o stolun üstündə yığdığın cıncıq, mıncıq, çıqılı-çıqılı oyuncaqlar, nə bilim, nələr, boş şeylərin hamısını at. Bax otağına, bu bir-birlə bir göz gəzdir. Denən ki, məsələn, burada lazımsız nə var? Olmasa da olar nə var? Bax, o olmasa da olar dediyin hər şeyi çıxar. Yəni, otağın çox dolu-dolu olmağı o qədər yaxşı bir şey deyil. Çünki hər an diqqətimiz bir başqa şeyə yönələ bilir. Yəni, buna görə gözünün qabağında mümkün qədər az və səni motivasiya edəcək şeylər saxla. Nə bilim, məsələn, gəlirsən, baxırsan aynanın qarşısındakı, makyaj fırçalarım çox çirklənib. Bunları yuyum. Bunları yumalıyam. Deyirsən, hə, onun fikri getdi. Sən onu hər gördün, görmədin, fərqi yoxdur. Çox dəxilsiz anlarda, dəxilsiz məqamlarda beyin sənin yadına salacaq ki, o fırçalar da yumadın. Yəni, Allah da seni nə yapsın? Bunu həqiqətən eləyir də. Yəni, çox dəxilsiz bir dəqiqə qəfil ağlınıza gəlir ki, ayda filan şey eləyəcəkdimi? Gərək onu da eləyim. Görürsən, bunlar hamısı sənin beynini yorur. Çünki olmadıq yerlərdə belə beyni onunla məşğul eləyirsən. Yəni, beyin təkrar onu düşünür ki, səni xatırlatsın. Yəni, heç görmüsünüz, yemək yediyiniz yerdə, nə bilim, nə əlaqəsi var? Bir anda makyaj fırçalarını yumaq ağlınıza gəlir. Çünki bunu beyin sənə əslində yaxşılığın üçün eləyir. Sadəcə alınmır da o deyil. Yəni yemək yediyin anda belə makyaj fırçasını düşünməli deyilsən də bu beyin üçün nə dərəcə yəni yaxşı bir şeydir. Bir bunu düşün yəni. Və düşün ki, bu edəcəklərimiz çoxalır. Artıq beyin bilmir hansı daha vacibdir, hansını birinci görməliyəm, hansı mənim üçün daha tez olmalıdır. Bunu beyin algılaya bilmir və başlayır yorulmağa. Ən sadəsindən bir şey düşün. Çox faydalı bir videoya baxmısan, deyək ki, orada planlama ilə bağlı nələrsə danışılır. Tam olaraq bu video kimi və sən onu düşünmüsən ki, hə bunu mütləq eləyəcəm. Verdimmi bura bir dənə də siqnal? Şu getdi o səni dəqiqə ilə yadına salacaq da. Elə bu dəqiqə məsələn otur və düşün. Bu tərz düşündüyün nələr var? Tam olaraq elə bu dəqiqə, tam bu videodan sonra, bu dediklərimdən sonra onu eləmək qərarı al ya da ki ümumiyyətlə bunu artıq eləməyəcəm de və bu beynini bir qurtar, bir problemdən qurtar ən azından. Beynini boş-boş şeylərlə yormağı burax artıq. Heç vaxt geyinməyəcəyin, amma dəvənin quyruğu bir yerə dəysə nə vaxtsa bəlkə geyinərəm dediyin geyimlərin var, ha, onları bir çıxar. Onları bir çıxar. Düşünmə ki, o qardırobda durub sənə neyinir ki, mələk, nə işin var mənim geyinmədiyim köynəklə demə. Onu sən hər açanda, məsələn, orada sənin gözündə bir qarışıqlıq yaranır. Oranı mümkün qədər boşalt. Geyinmədiyin, geyinməyəcəyin şeyləri boşalt. Yəni, həqiqətən o otağı, o lazımsız əşyaları təmizlədiyin an hiss eləyəcəyin şeyin nə dərəcə gözəl olduğunu sənə izah eləyə bilmərəm. Amma bunu elədiyin an necə gözəl bir hiss olduğunu özün biləcəksən və inan mənə təşəkkür edəcəksən. İndi bu dəqiqə mən danışa-danışa və ya bu videonu tam izlə və qeydlərini apar, sonra dur hər şeyi elə. Durdun, deyək ki, evi təmizlədin, otağını təmizlədin, tamam, okey, əla. Otağımızı təmizlədiyimiz kimi indi bir bədənimizi rahatladıq, bir təmizləməliyik. Növbət gəldi ona. O hər zaman evi təmizləyəndən sonra aldığın o duşun verdiyi belə bir zövq var. Tam onu dadmaq zamanıdır. Gedirsən çox gözəl bir duş alırsan, amma çox rahat. Heç nəyə tələsmədən, telefona aparıb bir mahnı belə qoşma hamamda. Çünki mən bunu çox eşitdim. Bəlkə də eləyən yoxdur aranızda olsun. Tam olaraq get rahat və odaqlanaraq bir duş al. Yəni həqiqətən başını şamponladığın an o barmaq uclarını hiss eləyərək sakit, rahat bir şəkildə bir duş al və çıx. İmkan varsa, çox gec deyilsə, lap ürəyin istəmirsə eləmə. Amma belə yüngül bir makyaj belə eləyə bilərsən. Bir üz baxımı elə, yəni heç yoxdansa. O rahatlığı hiss elədin, oh mis. Üçüncü addım. Keç otağa və otur masanın başına. Hardasa hər videoda dediyim kimi yenə eyni şey deyəcəm. Qələm, kağız. Qələm, kağızınızı götürdünüz və çalışın çoxunluqla notlarınızı böyük bir vərəq üzərində eləyin. Məsələn, 2-3 dənə balaca bir vərəqin üzərində not almaq yerinə, çünki o diqqət dağıdır. Qoyursan önünə burada birini yazmısan, burada birini
dəqiqin yazmısan. Bu biraz diqqət dağıdır. Mümkündürsə bir A4 vərəqində işləyin. Hətta o belə yoxdursa, o məktəbdə çıxarırdığı dəftərin tən ortasından 2 dənə ondan çıxarın, qoyun qarşınıza böyük bir vərəq olaraq onu istifadə et. Və başla yaz. Etməli olduğun nələr var? Yəni beynində bu dəqiqə ağlına gələn hər şeyi yaz. Və inan mənə, sonda şoka düşəcəksən ki, bu şişdiyim qədər çox işim yox imiş. Bu dəfələrlə yaşandı. Bunu tam olaraq yazırsan, qeydlərini apar, böyükdən balacaya bütün işlərini yaz. İstər imtahanla hazırlaşmaq olsun, istər yerdəki o dağınıqlığı toplamaq olsun, istər o makyaj fırçanı yumaq olsun, böyükdən balacaya hər şeyi yaz. Deməli, şükür Allaha we are hər tərəfli clean. Evimizi təmizlədik, bədənimizi təmizlədik, zehnimizi də təmizləyək, hər şey tam olacaq. İndi keçək 4-cü addıma. Böyüyündən balacasına hər şeyi qeyd elədin ha. Tam olaraq o vərəqi qoy qarşına və indi o yazdığın şeyləri qruplara ayıracaq. Necə? Bir böyük vərəq götür və vacib deyil olaraq 2 yerə böl bu vərəqi. O birinci vərəqdə qeyd elədiyin hər şeyi otur bir-bir bax. Və birinci hansını görməlisən, ikinci planda hansını görməlisən, onları bu kateqoriyalara görə böl. Çünki makyaj fırçamız imtahana hazırlaşmağın yanında çox da önəmli bir şey deyil. Yəni birinci eləməli olduğumuz şey imtahana hazırlaşmaqdır, düzdür? Nəticə olaraq vacibə imtahana hazırlaşmağı qoy, vacib deyilə makyaj fırçasını qoy. Bu tərz böldünmü bütün işlərini. Və ən sonda vacib və vacib deyil bölümündə ayırdığın şeyləri bax, bir-bir xırda işlərini müəyyən bir tarixə qeyd elə. Məsələn, deyək ki, makyaj fırçanı yapışdım ya bu gün makyaj fırçalarından, nəysə. Makyaj fırçalarını yumaq nə dərəcə böyük bir şeydir ki, maksimum 15 dəqiqəmiz alacaq. Deməli, ayırırsan, sabah makyaj fırçalarını yuyacam. Sabaha ayırdım bunu. İstəyirsən səhər yu, axşam yu, özün bilərsən onu. Ona qarışmır. Heç vaxt tam olaraq saat qeyd eləmə işlərin üçün. Çünki bu səni daha disiplinsiz eləyəcək. Çünki bunu mən illər əvvəl o qədər yaşamışdım və sonradan anladım ki, əslində bu məni disiplinsiz eləyir. Çünki heç bilmədiyim anda başqa bir iş çıxır. Mən onu eyni saatda eləyə bilmirəm deyə artıq heç eləmirəm. Belə bir döngüyə yaranır. Ona görə bir tarix qeyd elə və o gün ərzində hansı saatda eləyəcəksənsə elə, tək elə və mümkün qədər real düşün. Məsələn, sabah dərsdən gələcəm və ya sabah işdən gələcəm. Saat neçədə gələcəm? 7-də evdən çıxacam, axşam saat 8-də evə gələcəm. Hə, yorğun olacam. 2 iş görə bilmərəm, amma bir makyaj fırçasını elə 10 dəqiqə ayırıb yuya bilərəm deyə düşün və o xırda işləri xırdadır deyə eyni günə salmağa çalışma. O alınmayacaq o. Mümkün qədər real düşün və mümkün qədər hər günə bir xırda iş bölə-bölə bu şəkildə davam elə. Amma yox, deyirsənsə mən 3 saat, 4 saat çöldə olacam və bütün günü evdə olacam. Bu şəkildə özün bilərsən, öz istəyinə uyğun bir neçə iş əlavə edib davam edə bilərsən. Amma tək məqsədimiz, yəni o disiplini pozmadan, öz güvənimizi qırmadan bu şeyi eləməkdir. Və sənə bir şey demək istəyirəm. Yəni bu videonu hələ də bura qədər izləyirsənsə, yəni həqiqətən halaldır. Çünki çoxunluqla insanlar nəsə eləmək istəyir, amma səbəbini araşdırmır. Çoxunluqla əminəm ki, bu videonun bura qədər çoxdan çıxanlar oldu, amma hələ də izləyənlər də var. Yərəm sizin minuşlarımı. Nəysə, söhbəti dağıtmıram. Nəysə, xırda işlərimizin hər birini bir günə böldük. İndi keçək böyük işlərimizə. Məsələn, böyük işlərimiz var ki, 2-3 gün imtahana hazırlaşmalıyam. Bu böyük bir işdir. Bunu artıq özünə görə müəyyən bir vaxtlara bölməlisən. Deyək ki, bu ay imtahanım var və ya bu ay yeni bir iş üçün iş görüşməsinə gedəcəm və s. Bu şəkildə düşündüm. Bunları 1, 2, 3 olaraq böl. Məsələn, iş görüşməsində hansı sualları verə bilərlər? Sonra başda otur, ikinci olaraq o sualların cavablarını tap, biraz araşdır. Üçüncü olaraq ged otur kimdənsə xahiş elə, denən ki, bu sualları mənə ver və üzərindəki o həyəcanı atmış olacaqsan. Bu sənə çox yaxşı təsir edəcək. Deyək ki, imtahana hazırlaşmalısan, amma bunu necə bölməlisən, bunu bilmirsən. Bax, ChatGPT-yə girirsən, yazırsan ki, bu işləri görəcəm. Bu ay imtahanım var və ya de ki, 2-3 gün ərzində bir imtahana qoşulacam. İmtahanım bu mövzular barəsindədir. Mənə bir müəllim kimi düşünərək bunları böl. Hansı ardıcıllıqla birinci hansı işə başlayım, birinci hansı mövzunu hazırlaşım və bunu özümdə necə planlaya bilərəm deyə yaz. Bu şəkildə yaz. Sənə bir planlama çıxardacaq ki, dəhşət, çox qəşəng. Tam olaraq hamınıza şəxsi olaraq, yəni bunu eləyə bilərsiniz ki, siz beyninizi yormadan belə o sizin üçün nəsə bir planlama çıxaracaq və çox da gözəl planlamalar çıxardır həqiqətən. Əgər həqiqətən mövzunu tam rahat izah eləyə bilirsəniz. Çox şeyi günlərə bölməlisiniz. Dəqiq günlər verin onun üçün. Çünki bunu eləyəcəm desək, ya Allah, nə vaxtsa eləyəcəyik. Amma həqiqətən bir gün qoysaq, yəni onu biraz eləmək məcburiyyətindəsiniz.
məcburiyyətində kimi hiss edirik. Yəni bu məcburiyyət həqiqətən gözəl məcburiyyətdir. Yəni inanın mənə heç kəs zövqünə və ya sevdiyi üçün disiplinli olmur. Disiplin bilirsiz nə deməkdir? Yəni məcbur şəkildə bir şeylər eləməkdir. Belə disiplin yaranır insanda. Kim saat 5-də, 6-da yerində isti-isti, xorul-xorul yatmaq yerinə yuxudan oyanıb işinə başlamaq istəyir. Heç kim istəməz, hamı istəyir ki, xorul-xorul yatsın. Amma eləmirlər bəziləri. Niyə? Çünki gələcəkləri üçün bir planları var. Gələcəkdə ayda kaş ki o dönəmi daha da yaxşı dəyərləndirərdim demək istəmirlər. Bu günlük danışacağım bu qədər. Çox uzatdım. Bunu editləmək necə olacaq onunla bağlı heç bir fikrim yoxdur. Amma ümid eləyirəm ki, ya indi, ya da 2-3 gün sonra təkrar gəlib bu videoya baxıb, bu videodan başdan sonra hər şey eləyib və o dəyişimi özün hiss eləyərsən. Çünki bunu həqiqətən çox istəyirəm ki, hiss eləyəsən. Mən bunu sadəcə danışa bilirəm, amma hər şey sizin əlinizdədir. Özünüz üçün nələrsə eləyə bilməyinizdədir. Daha çox üçün takip etməyi unutma. Sizi çox öpürəm. Özünüzə çox yaxşı baxın. Hələlik.